Fırlanma cisimləri mövzusundan belə bir maraqlı sualın izahına baxaq. Konus şəklində dondurma qabının ağız hissəsinin radiusu 3 sm. Hündürlüyü h bərabərdir 6 sm-dir. Yazaq. R bərabərdir 3 sm, h bərabərdir 6 sm. Deməli, radius buradan bura məsafə 3-dür, h 6-dır. Dondurmanın qabdan kənarda olan hissəsinin həcmi 12 pi sm3-dür. Onun ümumi həcmini tapın kub santimetrlə. Başlayaq əvvəlcə. Qabdan kənarda olan hissənin həcmi bilirəm 12 pi-dir və qabın aşağı hissəsinin həcmini taparam. Yazaraq V konus bərabərdir. Konusun həcm düsturu 3/1 pi r kvadratı h düsturundan istifadə edəcəm. Yazaram onda V konus bərabərdir 3/1 vurulsun pi vurulsun. Radius verib 3-dür, 3-ün kvadratı vurulsun, h verib 6-dır. Bərabərdir. 3/1 vurulsun, pi vurulsun, 9 vur 6. 9-dan 3-ü çarparsam, 3 6-ya vuram. 18 pi. Deməli, aşağı hissənin həcmi olacaq 18 pi və kənarda qalan hissənin həcmi 12 pi-dir. Cəmi ümumi dondurmanın həcmi olacaq və bərabərdir. 12 pi üzərinə gəl 18 pi bərabərdir 30 pi kub santimetr.